Qardaş, sual versin, bir cavab ver. Qardaş, Kim sən verir çünki daha? sən Mbappe kələliyi vura bilir? Yox. 400 dənə qol vurub adam. Bəlkə də 400 qolundan nə bilim. 5'in bu kadar. 5'i onu kəllədəndə o da bilirsən necə o necə ki Messi Chelsea-ə vurur, Mbappe də elə kələliyi vurur da bilir necə. Mövsüm əvvəlində gələndə Alonso çox perspektivli məşqçidir. Onu hamı gözəl bilir. Leverkusen-də də göstərdi və s. Amma ki, Reala uyğun olan məşqçi deyil. Flickdir Barcelona üzərində qələbəmizin memarı. Çünki Flick mən belə başa düşürəm ki, tərsdir. Biraz ləzgidir. Çox tərsdir də. Deyir ki, qardaş, bu xətti mən aşağı salmayacağam. misal üçün tutalım, Alaba zədədən qayıtdı və yaxud Cud zədədən qayıtdı. Tutalım. Alaba niyə görə zədədən qayıdandan bir həftə sonra start heyətdə oynamalıdır? Nə prezidentdədir, nə məşqçi. Problem Vinicius'dadır. Dinləyə. Hoppa. Bax mən sizə izah edirəm. Çox sadə bir hansı oyunçu ondan başqa maaş davası edir. Alaba kimi, Alaba örnəyinin özəlliyinin altından hər dəfə xətt çəkirəm. Çünki mənə görə komandada maaş söhbətlərinin bu qədər pik səviyyədə olmağının başlıca səbəbi odur. Alabadır. Mən bilməm. Alabanın aldığı maaş. Mən başa düşürəm ki, bu komandanın problemi hücum deyil. Oyundan söhbət Amma edirsə- haqqına deyib onu, haqqına deyib. Bir kərə Bu komandanın xatırlayıram. problemi yarım müdafiədir qardaş. İndi mənə cavab verin görüm. Holland komandaya transfer olunsa, Mbappe də solda oynasa, nə olacaq məsəl üçün? Oynaya Nə gözləyirsiniz Oynaya komandadan? bilməyəcək. Ancelotti hörmət var. Neynədir də sənin üçün Ancelotti 24-25-də? Klubun idarə heyəti hər halda səndən məndən daha yaxşı tanımalıdır sənin Qardaş, komandanı onun üçün baş və oradakı məşqçisi var. nöqtələri. Onun Çünki mən hər dəfə çalışıram sizə əhəmiyyətli yaparam. Siz mənə yeni yasamaqda düşürdürsüz. Komandada kişilik yoxdur. Tək Realda yox ha. 90%, 95% komandalarda yox. Bunu kəsərik də. Ya oldu kişilik yox. Yoxdur da qardaş. Oğlanları, Komanda bizə oğlanları. nə